Hə, deməli dərsimiz inklusiv yanaşmadır. İnklusiv təhsil nədir? İlk öncə onun haqqında məlumat verim ki, inklusiv təhsil odur ki, müəllimlər, yəni sağlamlıq imkanları, ümumiyyətcə inklusiv sözünün mənası daxil etməkdir. Buna SIM, yəni sağlamlıq imkanları daxil olan uşaqlardır, dini, irqi cəhətdən ayrı seçkiliyə məruz qalan uşaqlardır. Yəni biz onların hər birinə ayrı seçkilik qoymamalıyıq, hər birini tədrisə cəlb eləməliyik. Yəni burada da dediyim kimi, sağlamlıq imkanlardan asılı olmayaraq hər bir uşağın bərabər təhsil alması mövzusu həsr olunubdur inklüziv təhsil. Və inklüziv təhsilin əsas 8 prinsipi var. Bunlar nədir? Deməli, bunlardan biri insanın dəyəri deyir ki, onun bacarığı və nailiyyətlərindən asılı deyil. Bu nə deməkdir? Bax, belə izahat verim də. İndi evinizdə elə olur ki, 2 dənə övladınız olur. Biri ali təhsilini, yəni alır, universitetə qəbul olur, digəri də qəbul olmur da, qəbul ola bilmir. Məsələn, siz hər dəfə onu tərifləyirsiniz, onu nəyinə görə tərifləyirsiniz? Nailiyyətinə və bacarığına görə onu üstün tutursunuz, onu tərifləyirsiniz. Hər yerdə onu belə bəh-bəhlə deyirsiniz ki, mənim oğluma təhsilidir, universitetə giribdi. Amma o birisi nə deyir ki, bu görürsən bu şeyin biridir, bu neynədim girmədi, oxumadı. Nə qədər əziyyət çəkdim, oxumadı. Yəni bunu insanın dəyərini biz onun bacarığı ilə, onun nailiyyəti ilə ölçmək düzgün deyil. Bu düzgün yanaşma deyil. Daha sonra hər bir kəs deyir ki, hiss etmək və düşünmək qabiliyyətinə malikdir. İnklüziv təhsildə müəllimlər, bir dənə inklüziv təhsil haqqında bir dənə də ümumi məlumat verim. İnklüziv təhsildə belədir ki, yəni sağlamlıq imkanları məhdud dedikdə, birlikdə fiziki cəhətdən problemi olan, əqli cəhətdən problemi olan, yəni bunların hər birini biz təhsil sisteminə cəlb eləməliyik. Təhsil sistemində ayrı seçkilik qoymamalıyıq. Onları da digər uşaqlarla bir qrupda saxlamalıyıq. Bir qrupda olmalıdırlar onlar. Çünki bir qrupda olmadıqda, onları ayrı bir qrupda təşkil etsək, artıq onlar yenə özlərini bir cəmiyyətdən ayrı kimi hiss eləyəcəklər. Psixoloji olaraq özlərində cəmiyyət içərisinə çıxanda da kompleksli olacaqlar. Və ona görə deyirik ki, onları bir dərs sistemində təşkil etməliyik, bir qrupda təşkil etməliyik dərsimizi. Və məsələn, burada deyir ki, hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir. Bu nə deməkdir? Əgər misal üçün deyirəm, biz onları həmin o sağlamlıq imkanları məhdud olsun və digər uşaqları ayrıca bir qrup təşkil etsək, onları digər uşaqlarla dərsə cəlb eləməsək, həm onlar cəmiyyət içərisinə çıxanda kompleks hiss eləyəcək, həm də digər uşaqlar da onları kənarda görəndə, məktəbdən kənarda, hardasa parkda, başqa bir yerdə görəndə artıq biraz fərqli yanaşacaq. Deyəcək, tutaq ki, deyirəm, əlil arabasındadırsa, ana ona bax, əlil arabasındadır və yaxud ana ona bax, ayağının biri yoxdur, qolunun biri yoxdur. Biraz yəni uşaq ona biraz fərqli yanaşacaq, qeyri-adi yanaşacaq. İstər-istəməzdən məsələn, o biri uşaq da onu hiss eləyir, onun da hissiyatı var, onun da düşüncəsi var, ona pis təsir eləyəcək. Ona görə deyirik ki, inklüziv təhsildə hər kəs daxil olmalıdır. Bir qrupa cəlb olunmalıdır. Hamı eyni təhsilə cəlb olunmalıdır. Sonra hər kəsin ünsiyyət qurmaq, dinləmək hüququ var. Bu nə deməkdir? Bax, yenə deyirəm, ayrı bir qrupa qoydunuz həmin o fərqli uşaqları, belə deyim, ayrı bir qrupda sessiz qoydunuz. O zaman onun əhatəsi də az olacaq həmin uşaqların. Artıq ünsiyyət prosesi də onlar üçün kəsat olacaq. Ünsiyyət quracaq insanlar da az olacaq. Amma bir mühitə yığsaq hamısını, bir mühitdə olsaq ətrafı geniş olacaq, ünsiyyət quracağı, əməkdaşlıq edəcəyi yoldaşları da çox olacaq. Bu o deməkdir. Sonra deyir, bütün insanlar bir-birinə lazımdır. Yəni ki, bu o demək deyil ki, biz onları bir qrupda cəmləşdirsək, onların hər biri bir-birinə dəstəkdir. Onları misal üçün, əgər qolu yoxdursa, tutaq ki, birinin ayağı və yaxud da qolu yoxdursa, və yaxud da dini cəhətdən başqa dinə xidmət eləyirsə, bu o demək deyil ki, o uşağın IQ-su yoxdur, bu uşağın oxuma qabiliyyəti yoxdur, düşünmə qabiliyyəti yoxdur. Bəlkə də o digər uşaqlardan daha üstündür, bəlkə də deyirəm, onun zəkası, onun düşünmə qabiliyyəti. Yəni bir-birlərinə uşaqlar yardım göstərə bilərlər, köməklik göstərə bilərlər. Bu da onun bunu ifadə eləyir. Sonra deyir,
həqiqi təsir yalnız real münasibətlər kontekstində baş verə bilər. Yəni real münasibətlər, real əməkdaşlıq nəticəsində baş verə bilər. Sonra bütün insanların öz həmyaşıdlarının dəstəyinə ehtiyacı var. Bəli, həmçinin də deməli sağlamlıq imkanları məhdud uşaqlar olsun, irqi, dini, cinsi cəhətdən ayrı seçkilərə qoyulan uşaqlar da onların hər birinin həmyaşıdlarının dəstəyinə ehtiyacı var. Həmyaşıdlarla əməkdaşlığa, ünsiyyətə ehtiyac var. Bu da buna nümunədir. Sonra şagirdlərin inkişafı onların nələr edə bilməməsindən deyil, nələri bacardığından asılıdır. Nələri? Yəni deyək ki, şagirdlərin inkişafı. Tutaq ki, bu uşağın, misal üçün deyirəm, ayağı yoxdur. Bu uşaq futbol oynaya bilmir. Yəni inkişaf onun nədə edə bilməməsindən deyil, nələri bacardığından. Əgər o futbol oynaya bilmirsə, ayağı yoxdursa, futbol oynaya bilmirsə, bu o demək deyil ki, o uşaq inkişaf etmiş uşaq deyil. Bəlkə onun yaxşı bir əl qabiliyyəti var. Bəlkə onun yaxşı nitq qabiliyyəti var. Bəlkə onun yaxşı yaradıcılıq qabiliyyəti, düşünmə qabiliyyəti var. Hər hansı bir layihədə problem qoyulanda yaxşı tutarlı fikirlər irəli sürə bilir, yaxşı rəsmlər çəkə bilir. Yəni siz onun nələr bacardığına diqqət eləyin. Yəni deyirəm, pis tərəfi yox, yaxşı tərəfi görməyə bacarmalıyıq. Bu o deməkdir. Sonra nə deyirik? Sonra deyirik müxtəliflik həyatın bütün sahələrini zənginləşdirir. Bu da doğru. Aha, yəni müxtəliflik nədir? Bizim qrupumuzda SIM, yəni sağlamlıq imkanı məhdud uşaq da ola bilər. Sonra dini cəhətdən fərqli ola bilər, irqi cəhətdən fərqli ola bilər. Yəni müxtəlif ola bilər. Müxtəliflik daha da zənginləşdirir bizim qrupu. Əməkdaşlığımızı daha da zənginləşdirir, həyatımızı daha da zənginləşdirir. Yəni biz bu hadisələrə yaxşı tərəfdən, müsbət tərəfdən yanaşmalıyıq. Daha sonra nəyə gəlirik? Sonra inklüziv təhsilin deyir ki, inklüziv təhsil təkcə xüsusi qayğıya ehtiyac olan uşaqlar üçün deyil, hamı üçün əhəmiyyətlidir. Çünki təhsil hər kəsin haqqıdır. Sosial inteqrasiya var. Sosial inteqrasiya, yəni bu uşaqların gələcəkdə müstəqil yaşamasına, cəmiyyətə qarışmasına kömək edir, adaptasiya etməsinə kömək edir. Bayaqki nümunələrim. Misal üçün, bu uşaq indiki vəziyyətdə digər uşaqlarla adaptasiya olubsa, eyni uşaqlarla qrupda təhsil alırsa, gələcəkdə o cəmiyyət içərisinə çıxanda kompleks hiss eləməyəcək. Çünki həmin insanlar normal, yenə deyirəm, əl-ayağı olan, irqi, dini, cinsi ayrı seçkiliyi olmayan uşaqlardan da heç bir fərq hiss eləməyəcək. Çünki onlarla bir mühitdə təhsil alıb. Yenə deyirəm, səhərki cəmiyyət içərisində özünü ayrıca bir fərd kimi hiss eləməyəcək. Həmin fərdin, həmin cəmiyyətin üzvü hiss eləyəcək. Sonra empatiya var. Empatiya ki, digər şagirdlər fərqlilərə hörmətlə yanaşmağı və yardımlaşmağı öyrənirlər. Bəli, sən özünü empatiya odur ki, özünü başqasının yerinə qoymaqdır. Özünü başqasının yerində hiss etməkdir. Məsələn, sən fikirləşirəm ki, tutaq ki, mən özümü bu uşağın yerinə qoyuram. Əgər mənim də tutaq ki, bir əlim olmasa, mənim barmağım olmasa, mənə kimsə loğaz oxusa, mənə kimsə biraz fərqli yanaşsa, mən necə hiss keçirəcəm? Bu empatiya odur, başqasının yerinə qoyuram mən özümü. Sonra gəlirik nəyə? Və bir də müəllimlərim, müasir təhsilin ən vacib yanaşmalarından biri də öyrənmək üçün universal dizayndır. Bu dizayn öyrənmədə maneələri aradan qaldırmağa kömək edir. Öyrənmək üçün universal dizaynında özünün 3 sütunu var. Bunlardan biri cəlb etmədir. Yəni cəlb etmə, bir növ motivasiya, uşağın diqqətini dərsə yönləndirmək. Yəni bu şagirdlərin motivasiyası və marağı ilə bağlıdır. Müəllim dərsi ilə qurmalıdır ki, şagird bu mənə nə üçün lazımdır sualına cavab tapsın. Yəni mən mövzunu uşağa təqdim edirəmsə, bu mövzunun sənə nə üçün lazımdır? Həyatda, real həyatda sənə nə kimi lazımlı olacaq? Bunu aşılamalıyam mən uşaqlarda. Bunlara məlumatlandırmalıyam və uşaqlar dərsə cəlb olunacaq o zaman. Yəni maraqlı gələcək ki, aha bu mövzu mənə bunun üçün lazımdır. Mən ona görə oturum bu dərsə qulaq asım. Yəni real həyatda əlaqələndirmək lazımdır, cəlb etmə budur. Sonra təqdimat var. Təqdimat nə öyrənirik? İnformasiyanın şagirdlərə müxtəlif yollarla yazılı, şifahi, vizual çatdırması nəzərdə tutulur. Yəni uşaqların bir növ müəllimlər təqdimat eləyəndə uşaqların öyrənmə tərzlərini nəzərə almaq, bu onu deyir. Yəni hər kəsin bir öyrənmə tərzi var. Biz dərsimizi təqdim eləyəndə bayaq dediyim kimi şagirdlərin vizual olaraq
Məsələn, uşaqlar, elə uşaq var ki, audioal, yəni eşidərək öyrənir. Məsələn, mühazəni xoşlayır səsli olaraq. Eləsi var ki, kinestetik daha çox dərsi hərəkəti o hərəkətdə olaraq öyrənməyi sevir, hərəkətdə, yəni praktikanı sevir daha çox. Elə uşaq var ki, son vizualı deyil, vizual görünüş olaraq slayd şou hazırlaya bilərik onlar üçün. Şəkillərlə, qrafiklərlə, cədvəllərlə öyrənməyi, yəni vizual görərək öyrənməyi sevir. Yəni bu fərqləri, bu tərzləri nəzərə alırıq təqdimatda. Sonra gəlir fəaliyyət. Necə öyrənirik? Fəaliyyət və ifadə. Şagirdlərə öyrəndiyimiz zaman artıq şagirdlər öyrəndiklərini nümayiş etdirmək üçün fərqli seçimlər veririk. Yəni şagirdlər artıq öz öyrənmə tərzləri məsələn, təqdimatda biz şagirdlərin öyrənmə tərzlərini nəzərə alıb dərsimizə təqdim edirik. Fəaliyyətdə də artıq uşaqlar özləri öyrənmə tərzlərinə uyğun olaraq özləri uşaqlar təqdimat eləyir, öyrəndiklərini təqdim eləyirlər. Bu da bunun elə bil ki, birinci müəllim təqdim elədi, uşaqlara öyrənmə tərzinə uyğun, ikinci də fəaliyyətdə də uşaqlar artıq təqdimat eləyirlər öz öyrənmə tərzlərinə uyğun. Sonra gəlirik nəyə? İnklüziv təhsilin faydaları. Nə kimi faydaları ola bilər inklüziv təhsilinin? Ünsiyyət və sosiallaşma. Bütün uşaqlar bir-biri ilə ünsiyyət qurmağı öyrənir və təcrid olunmurlar. Yəni əsas inklüziv təhsilin mahiyyəti odur ki, uşaqlar sosiallaşırlar və təcrid olunmurlar. Özlərini bir cəmiyyətin, bir fərdin üzvü hesab edirlər. Sonra həyata hazırlıq. Müxtəlif qabiliyyətli insanların bir arada olması şagirdləri real həyatda sosial mühitə hazırlayır. Yəni bir mühitdə, bir qrupda hər mühitdə uşaqlar olur, şagird olur. Hər birinin bir qabiliyyəti olur. Yəni uşaqlar da bir-birindən öyrənirlər. Məsələn, belə bir Edgar Deynin cədvəli var idi ki, faizinə görə. Ona görə öyrətməyi öyrətmək daha çox öyrənməyə səbəb olur. Bax, biz həmin o uşaqlar var idi, sağlamlıq imkanları məhdud olsun, dini, irqi, cins cəhətdən fərqli olan uşaqlar olsun. Onların axı hər birini digər uşaqlarla bir mühitə cəlb edirik axı. Bax, o uşaqlar da var, onlar da onları öyrədərək məsələn, onlar içərisində intellektual cəhətdən aşağı olan, yəni öyrənməsi cəhətdən çətinlik çəkən uşaqlar da olur. Bax, həmin uşaqlar onları öyrədərək də özləri yaxşı öyrənə bilir. Onlar üçün də effektivdir. Onlarla ünsiyyətdə olmaq onlar üçün də effektiv bir haldır. Daha sonra fərdi potensial. Hər uşağın güclü tərəflərini üzə çıxarılır və onlara bərabər inkişaf imkanı verir. Daha sonra valideynlərin rolu burada nədir? Valideynlər bu sistem valideynləri övladlarının təhsilinə daha yaxından cəlb edir. İnklüzivlik yalnız fiziki məhdudiyyəti olanlar üçün deyil, bütün şagirdlər üçün dərsin əlçatan olmasıdır. Bəli, bunu yadınıza saxlayın ki, yəni sağlamlıq imkanları məhdud olan uşaqlara aid olunmur. Dedim, məsələn, intellektual cəhətdən aşağı olan uşaqlar olsun, irqi cəhətdən, dini cəhətdən, cinsi cəhətdən fərqli olan uşaqlar var. Onların hər biri qeyri-ayrı seçkilik qoymamalıdır. Hər biri təhsilə cəlb olunmalıdır. Yəni inklüziv daxil edilməkdir. Təhsilə daxil etməliyik. Sonra var müəllimlər, təlimdə differensial yanaşma. Different ingilis dilində müxtəlif deməkdir. Yəni different odur ki, differensial. Şagirdlərin müxtəlifliyini nəzərə almalıyıq. Müxtəlifliyi nəzərə almalıyıq və şagirdlərə fərdi yanaşmalıyıq. Deməli, şagirdlərin müxtəlifliyini nəzərə alıb onlara fərdi yanaşmalıyıq. Və onun da üç əsas faktoru var. Bu nədir? Bunlardan biri şagirdlərin marağıdır. Yəni differensiallaşma prosesi başlamazdan əvvəl şagirdlərin bu xüsusiyyətlərini biz nəzərə almalıyıq. Bunlardan biri şagirdin marağı. Biz bilirik də, ümumiyyətcə kurikulumda əsas şagird mərkəzlidir. Şagirdin marağını nəzərə almalıyıq. Bu əsas nüanslardan biridir. İkinci hazırlıq səviyyəsidir. Şagirdlər nə öyrənir və nə bilir və nə biləcəklər, nə öyrənəcəklər. Deməli, hazırlıq səviyyəsində 2 dənə nüansa diqqət edirik. Şagirdlər nə bilir və nə öyrənəcəklər. Vəssalam. Öyrənmə tərzlərdə şagirdlər məlumatı hansı yollarla daha yaxşı mənimsəyəcəklər. Məsəl üçün, öyrənmə tərzlərini bayaq dedim. Vizual var, audioal var, kinestetik, bir də oxuyub yazaraq. Bunu VAKO şəklində yazıram baş hərflər. VAKO.
Öyrənmə tərzləri deyəndə baş hərfləri ilə müəllimlər VAKO olaraq yadda saxlayın. Yəni bu vizual görünüş olaraq görür. Yəni bu insanlar görüntünü daha yaxşı yadda saxlayırlar. Şəkil olsun, xəritə olsun, slide show olsun, yəni görüntüyə önəm verirlər. Görəndə məsələn onlar bax bu vizual öyrənmə tərzinə malik olan şəxslərdə nəsə məsələn dərs oxuyanda onun altını rəngli karandaşlarla rəngləyirlər. Çünki rəngləri sevirlər. Vizual görüntünü sevirlər. Sonra audioal eşidərək öyrənənlərdir. Onlar eşidəndə, öyrənəndə daha yaxşı yadda saxlayırlar. Misal üçün, mühazirələrə qulaq asmağı daha çox sevirlər. Çünki eşidərək müzakirələri daha çox sevirlər. Çünki onlar eşidərək öyrənəndə daha çox yadda qalır. Kinestetik, yəni hərəkət. Kinestetik, yəni hərəkətdə olaraq öyrənməyə daha çox onlar yadda qalır. Misal üçün, praktikanı sevirlər. Misal üçün, müəllim mühazirədən çox onlar istəyirlər ki, müəllim təcrübə etsin, praktika aparsın onları. Onlar elə daha çox yadda saxlaya bilirlər. Odur ki, oxuyub yazaraq öyrənirlər. Oxuyub yazaraq öyrənənləri kitabxananı sevirlər, esse yazmağı sevirlər. Məsələn, onlar qeydiyyat aparamağı, sonra oxumaq, üzündən oxumağı oxuyanda daha çox yaxşı yadda saxlaya bilirlər. Bu da onların öyrənmə tərzləri. Bu da oldu bizim öyrənmə tərzlərimiz VAKO. Artıq dərsin içində başqa bir dərsdə sizə izah etmiş oldum. Sonra diferensial təlimin komponentləri var müəllimlər. Bu komponentlərdən biri 3 əsas komponenti var. Bunlardan biri məzmundur. Məzmun nədir? Şagirdə ötürülən informasiya onun səviyyəsinə uyğun olmalıdır. Məsələn, eyni mövzu üzrə tapşırıqlar verərkən Bloom taksonomiyasının mərhələlərinə uyğun olaraq sadədən mürəkkəbə doğru fərqləndirməliyik. Yəni, biz tapşırıq verəndə təkcə yaxşı oxuyanları və yaxud da təkcə zəif oxuyanları nəzərə almamalıyıq. Tapşırıq verəndə, bu idrak taksonomiyası necə gedirdi? Aşağıdan yuxarıda xatırlamaq, anlamaq, tətbiq, təhlil, yəni aşağı təfəkkür səviyyəsindən yuxarı təfəkkür səviyyəsinə kimi hər bir şagirdi nəzərə almalıyıq. Yəni məzmunda da, dərsin məzmununu da şagirdlərin səviyyəsini nəzərə almalıyıq. İdrak səviyyəsini nəzərə alaraq təşkil etməliyik. Bu o deməkdir. Proses nədir? Dərsin keçirilmə forması. Burada şagirdlərin intellekt tipləri nəzərə alınmalıdır. Bir dəqiqə, keçək o biri səhvəyə. Bura kimi müəllimlər, nəsə qaranlıq qalmır ki, aydın olur dərsin gedişatı. Bəli, müəllimə. Aha, məsələn, prosesdə nədir? Bayaq dedim, şagirdlərdə öyrənmə tərzlərinin nəzərə alınmasıdır. Bayaq öyrənmə tərzlərinə nə dedik? Hansı uşaqların nə kimi öyrənmə tərzləri var idi? Baş hərflərindən yazıram. Hansıları idi öyrənmə tərzləri? Vizual, audiovizual, kinestetik, bir də oxuyub anlamaq. Bəli, bunları uşaqların nəzərə alaraq, yəni prosesdə müəllim, diferensial təlimin proses mərhələsində şagirdlərin öyrənmə tərzlərini nəzərə alırdıq. Daha sonra bir də nəticə var. Nəticədə isə artıq şagirdlər özləri təqdimatı edirlər. Yəni nəticədə məsələn layihədir, hesabatdır, tapşırığın yerinə yetirilməsidir. Onlar da özlərinə uyğun, öz öyrənmə tərzlərinə uyğun nəticəni təqdimat eləyirlər. Və yekunda deyirik ki, xülasəsində, qısasında diferensial yanaşma hər kəsə eyni tapşırıq prinsipindən qaçaraq şagirdi mərkəzə qoyur və onun öyrənmə potensialını maksimuma çatdırmağa çalışır. Yəni, əgər diferensial təlim desə ki, hər kəsə eyni yanaşır, bu səhvdir. Hər kəsə eyni yanaşmaq deyil. Hər kəsə fərdi yanaşmaq, fərqli yanaşmaqdır. Niyə deyirəm? Different, fərqli, müxtəlif deməkdir. Fərqli yanaşma deməkdir. Bu qədər müəllimlər mövzumuz, dərsimiz.